Yusuf müəllim, soruşaq sizdən. Süni intellekt və rəqəmsal transformasiya dönəminə keçmişik artıq biz. Bu istiqamətdə Naxçıvan Dövlət Universiteti nələri təqdim edir abituriyentlər üçün? Bəli, süni intellekt bilirsiniz, bütün cəmiyyətləri düşündürdüyü kimi bizim üçün də prioritetdir və heç təsadüfi deyil ki, ölkə başçımız rəqəmsallaşma ilə bağlı Cənab Prezidentin müvafiq sərəncamları, fərmanları, verdiyi tapşırıqlar bütün cəmiyyətimizin bütün sahələrini düşündürdüyü kimi ali təhsil müəssisələrində bu sahədə öz qarşılarına məqsədlər qoyublar. Bu məqsədlərdən irəli gələn vəzifələri icra edirlər. Çünki süni intellekt dövrünə qədəm qoymuşuq və süni intellekt dövrü təbii ki, bizim daha dəyişkən, daha dəyişiklərə uyğunlaşan, daha böyük analitik düşüncə tələb edən yeni ixtisaslar yaratmağımıza və yeni kadrlar hazırlamağımıza bizi təşviq edir. Cəmiyyətdə suallar çoxdur. Süni intellekt insanı əvəz edəcəkmi? Süni intellekt insanlı münasibətləri necə qurulacaq? Əmək bazarı necə qurulacaq? Bu cəmiyyətimizdə müxtəlif səviyyələrdə müzakirə olunur, adamları düşündürür. Amma qənaət bundan ibarətdir ki, süni intellekt insanı əvəz etməyəcək, təbii ki. Amma süni intellekt istifadəçisi olan insan və süni intellektin istifadəçisi olmayan insan arasında bir rəqabət və fərq yaradacaqdır. Ona görə də bugünkü rəqabət insan və texnologiya arasında deyil. Bu yəqin ki, 4-cü sənaye inqilabının mövzusuydu. 5-ci sənaye inqilabının mövzusu artıq süni intellekti bilən insan və bilməyən insan arasında olan rəqabətdir. Və ona görə də biz süni intellekti bütövlükdə rəqəmsallaşmanı bütün sahələrdə tətbiq eləməyə bacarmalıyıq. Əslində, bu bacarıqları biz ümumiləşdirsək belə bir qənaətə gələrik ki, artıq universitetlər və abituriyentlər xüsusilə seçim vaxtı ixtisasları yox, bacarıqlara daha çox üstünlük verməlidirlər. Çünki bacarıqlar belədir. Deməli, biz diplom bizə peşəni öyrədir, ixtisas bizi peşəkar eləyir. Amma bu peşənin lideri olmaq üçün bacarıqlar tələb olunur. Və bu bacarıqlar hansı bacarıqlardır? Biz bunu tədris proqramımıza gətirməliyik və bunun üçün də Naxçıvan Dövlət Universiteti yeni mərkəzlər, təlim mərkəzləri, tədqiqat mərkəzləri, yeni tədris mərkəzləri formalaşdırır ki, məhz bu bacarıqları gələcəkdə ixtisaslı mütəxəssislərə verə bilsin. Yəni, bugün bizə bilikli, savadlı mütəxəssislərdən çox, daha çox bacarıqlı və zamanın, dövrün dəyişikliklərinə adekvat uyğunlaşmağa bacaran mütəxəssislər hazırlamaq qarşımızda məqsəd qoyulur. Strateji hədəf bundan ibarətdir. Və bunlar hansı bacarıqlardır? Qeyd elədiyiniz kimi bunun birincisi süni intellekt bacarığıdır. Çünki bugün hər hansı bir mühəndis süni intellekti tətbiq etmədən uğurlu ola bilmir. Bugün hansısa bir həkim tibb texnologiyasını tətbiq etmədən uğurlu ola bilmir. Bugün hansısa bir iqtisadçı analitik dünya görüşü olmadan uğur qazana bilmir. Yəni, süni intellekt ardıncan gəlir bizim analitika. Yəni, tənqidi düşüncə və analitik düşüncənin bacarıq kimi görmək. Yəni, məlumat bolluğu olan bu cəmiyyətdə qərar qəbul etmək üçün tənqidi düşüncənin və analitikanın çox böyük önəmi var. Ona görə də bizim proqramlarımız dizayn olunur. Süni intellekt tətbiq eləyə bilən, bacarıqları öyrədə bilən proqramlar, tənqidi düşüncə və analitika tətbiq eləyən proqramlar. Üçüncüsü, ünsiyyət. Bu çox önəmlidir. Bizim sabahın gənclərində bu ünsiyyət qurmaq, kommunikasiya yaratmaq bacarığı da gələcəyin bacarıqları sırasında çox mühüm yer tutur ki, biz bu ünsiyyət və kommunikasiya bacarıqlarında biz gənclərimizdə formalaşdırmalıyıq və təbii ki, dəyərlərimiz də bunun üzərinə gələndə biz artıq öz niyyətimizə çatmış oluruq. Yəni, bugün dediyim kimi, biz bilikli insanı, biz bacarıqlı insana çevirmək üçün universitet mühitini sadəcə diplom verən müəssisə kimi yox, universiteti bir imkan platforması kimi təqdim eləməliyik ki, gələn abituriyent, gələn tələbə bu imkanlardan faydalana bilsin.